Bəli, xalalar indi gedirik məktəbə. Salam xalalarımız. Hər vaxtınız xeyir olsun. Daha doğrusu sabahlarınız aydın olsun. Biz də səhərdir Aylinlə gedirik məktəbə. Bugün Aylişi mən aparıram. Hər gün atası aparır. Bugün məndən yol yoldaşıdır. Gedək məktəbə. Aylişi qoyum. Qayıdım evə. Bir çox işlərim var. Qayıdım onları görüm. Ayliş. Aşkımdır da aşkım. Gedək yavaş yavaş. Salat hazır oldu. Belə Aylin kartof istəyirdi. Bunlar nədir? Balaca kartoflardır. Belə qızartmışam Aylin üçün yesin. Ala Fidan. Fidan yanımdadır. Deyir mənə ver, mənə ver. Sonra burada belə qəşəng sup pişirmişəm yolda. Bunun içində deməli yoxdur. Keçən səfər pişirmişdim. Yoldaşımın çox xoşuna gəlmişdi. Ona görə yeni hazırladım. Deməli soğan, kartof, lobya, kök, düyü, sarımsaq, hər şey var içərisində. Çox dadlı supdur. İndi göyərti də doğrayacağım, biber də var. Hər şey, bütün tərəvəzlərdən var. İndi keçim başqa işlərimi görüm. Aylinə töküm yemək yesin. Xalalar, Aylişə baxın. Ayliş görün nə gözəl olub. Hədiyyəvi göstər. Aha, hədiyyəmizi də almışıq. Gedirik məktəbə. Ayliş gelin sinifində. Gəl, qabağa gəl. Ayliş gelin sinifində şənlik olacaq. Və Secret Santa ediblər. Yəni, püşk atıblar. Kim hansı uşağa düşsə, ona hədiyyə alır. Bizdə Aylişin hədiyyəsi hazırdır. Gedirik məktəbə. Aylişə sinif yoldaşı düşüb qız. İndi gedək görək Aylin kimə düşüb, amma onu bilmirik, heç kim bilmir. Gedək məktəbə, bayramlarını keçirtsinə. Mənim şəkər bola. Yolda gedəndə sizə çəkmişdim ki, Aylinlə yeni şənliyinə gedirik. Uşaqlar çox əyləndilər, güldülər, danışdılar, oynadılar. Belə bir Secret Santa etmişdilər. Bu hədiyyəni də Aylin başqa bir uşağa düşmüşdü. Aylinə də başqa bir uşaq düşmüşdü. Zeynəb adında sinif yoldaşı var. O alıb da Aylin üçün.
İndi sizlərə də göstərim içərisində nələr var. Bu heç zərdir. Deməli, bir dənə belə qaş. Müxtəlif yerlərə yapışdırmaq olar. Belə qaşdır. Aha, Bunu sonra en axıra göstərəcəm. yaxşı. Bir dənə belə bloknot, qız uşağı üçün. Bloknot en maraqlı bir şeydir. Belə qıraqlarında var. O bloknotda yazı yazmaq üçün belə bir qələm. Çox cicikdir, baxın. Çox qəşəngdir, çox. Belə bir qələm. Daha En sonra... axırdısı Aha, ən axırıncı və ən böyük hədiyyəmiz. Özü açsın. belə. Ay, nə gözəl xalalar. Baxın, çox bəyəndim. Şüşədəndir bu arada. Belə bir yeni suveniri. Çox bəyəndik, çox xoşumuza gəldi. Ciblərinə bərəkət. Sağ olsunlar. Həmişə bayramlarda, xoş günlərdə hər zaman hədiyyə versinlər, hədiyyə alsınlar. Da baxın, belə. İşığı söndür indi. İşığı söndürəndə də içərisində balaca yolka, şaxta baba, hamısı var. Və sondur. Bu da son. Çox sağ olsun. Bu var ya. Bu da hədiyyəmiz. Aha. Ailişim qrip olub xalalar. Ailişim xəstələnib, qrip olub xalalar. Ona görə də çox video çəkə bilmirəm. Ailişlə məşğul oluram. Həm 29-da inşallah toyumuz var. Xalam oğlunun toyu. Digər axşamıdır. Xalam oğlunun toyudur. Ora hazırlaşırıq. Geyimlər. Bir gün Fidanı aparıram. Bir gün Aylin üçün gəzirəm. Bir gün Dəniz üçün. İnşallah. Xalalar. Aha, danış. Ben paltarımı toyda göstərəcəm. Yaxşı. Ona görə də inanın heç cürə vaxtım olmur video çəkim, paylaşım. Evdə iş görürəm, tez-tez qaça-qaça. Aylin tədbiri oldu, nə bilim o digər uşaqlarımın ora get, bura get. Ona görə alınmır, heç cürə çəkə bilmirəm. Qısa nələr çəkmişdimsə bugün dedim onu yüklüyüm. O ağacımızda baxın, görün nə qəşəngdir. Mamam çox sevir elə ağacları, o alıb. Bu da belə. İnşallah ki hər şey yaxşı olsun. İnşallah ki həmişə toya, bayrama hazırlaşaq. Ona görə də çox video çəkə bilmirəm sizlər üçün. Ailişin istədim hədiyyəsini də sizlə bölüşüm. Həm kanalımda xatirə qalsın. Ona görə bugün demək olar ki heç video çəkməmişəm. Çox qısa. Buna baxın. Mən danışıram, sənə nə olub? Suzi, aşkım xalalara salam de. Zuzişlə sizi videonu sonlandırım. Çox bir şeylər çəkməmişəm. İnşallah məni üzürlü sayarsınız. Növbəti videolarda uşaqların geyim alışverişlərini çəkərəm. Daha sonra bayram hazırlıqları, toy. İnşallah ki hər zaman xoş günlər olsun. Dediyim kimi Zuziş. Pis pis. Aşkım. Zuzişin keyfi yoxdur, yuxusu gəlir. Bu gözəl mənzərə ilə də sizi sağ olaşım, sağ olun. Növbəti bir videolarda, vloglarda görüşənədək.